Herkese salam dəyərli izləyicilərim. Deməli, hal-hazırda gördüyünüz kimi iş yoldaşlarımızla nahar fasiləsində çıxdıq və gözəl bir məkanda ürəyimiz istədiyi kimi çay içdik. Mən özümə sırniki götürdüm. Bu isə digər iş yoldaşımın yeməyi idi. Sırniki çox bəyəndim, çox ləzzətli idi. Və növbəti günü ad günümü qeyd elədik. 14 fevralda mənim ad günüm idi, amma 14 fevral 6-cı günə düşdüyünə görə 13 fevralda qeyd elədim. Deməli, qəşəng mənə buket hədiyyə elədilər. Çox sağ olsunlar. Belə qəşəng bir tort sifariş eləmişdim. Yedik, dadını çox bəyəndim. Bu isə sizlərə göstərirəm buketimi. Bəs sizin ad gününüz nə vaxtı? Mütləq rəylərdə yazarsınız. Bəlkə siz də 14 fevralda doğulmusunuz. Güllərimi bir də belə çəkim. Çox gözəldilər. Qoxular vəbşə möhtəşəm. Bir daha çok sağ olun herkese bloguma bakacaksınızsa. Özdə ən maraqlı kontentdə yuxarıda remont gedir. Neyse, ədalətsizlik. Güllərimə baxın, çox şirindir. Mən ümumiyyətlə tülpanları çox sevirəm. Ümid edirəm ki, bu səs sizi narahat eləmir. Mənim ən sevdiyim güllər tülpanlardır və ən çox da çəhrayı rəngli tülpanları çox bəyənirəm. Bəs siz ən çox hansı gülləri sevirsiniz? Rəylərdə mütləq bildirəsiniz və mütləq mənə abunə olarsınız. Keçən dəfə paylaşdığım videolar uzun aradan sonra yaxşı baxış sayı yığdılar deyə çox xoşbəxt oldum və onu da qeyd edeyim ki, hal-hazırda mən YouTube kanalından heç bir gəlir əldə eləmirəm və Google AdSense-ə bağlı çox əziyyətlər çəkirəm. Ümid edirəm ki, onu aradan qaldıraram və artıq mən də pul qazanıram. Ad günümdə rəfiqələrimlə görüşdüm, aldığım hədiyyələri çox bəyəndim. Gəlin bir yerdə baxaq və bir yerdə unpacking eləyək. Açıram. Buna baxın. Süper. Şana çok sağ ol. Çok sənə. Mənim olmuş. İndi isə bunu Raksan aldım. Açılır. Вау! Куда yukarıdan kalkın. Yukarıda çok güzel. Сначала вы видите, ребята. Это самолет. Çok sağ ol. Çok sağ ol. Ad günüm çox maraqlı keçdi. Videodan da gördüyünüz kimi çox gözəl təamlar gətirdilər bizə səhər yeməyi olaraq. Yedik, dedik, bol-bol əyləndik, güldük. Hədiyyələrimi verdilər. Ondan sonra da durduq biraz gəzdik, oturduq. Daha sonra bacım və bacımın rəfiqəsindən görüşdüm həmən günü elə. Onlarla da oturduq, pizza yedim. Düzdür, mən diyetdəyim, amma nəysə və hal-hazırda gördüyünüz kimi bütün stolu sildik, süpürdük. Bu isə hesab. Zefir Avropa şirniyyat yerinə giririk. Burada qiymətləri görəndə mən şoka düşmədim. Nəyə görə? Çünki onsuz da Avropada da standart olaraq qiymətlər belə baha idi. Bizdə biraz fərqlənə bilər, amma yenə Avropada gördüyüm şokoladlar. Qiymətlərinə baxın. Əslində münasibdir. Çünki mən bunların qiymətlərini görmüşdüm Avropada. Yəni, yaxşıdılar. Amma bu çox bahadır. Amma sizin deyim, xaricdə də bu qiymətlərdir. Ayda yazım gəldi, yeməyimiz də yoxdur. Mənə Nutella hədiyyəsi oldu. Çox sağ ol Rövşanım. Xeyr xatır. Bu da bacımın hədiyyəsi. Baxaq görək bacım nə olur. Ne qəşəng, saç spreyi çoxdan da almaq istəyirdim. Çox sağ ol. Biz də doğrudan bundan istəyirdim və çox sağ ol. Göz altında biraz elə bir daraldım. Sonra hidrakoya, çox sağ ol. Bir də kapres. Çok sağ ol sevgiler. Bu da saç maskası. Bir de nəsə yenə var. Ne güzel, çok sağ ol. Ellerin bol olsun, cibin dolu olsun. Çok sağ ol.
Qeyd elədiyim kimi bacım və bacıma rəfiqəsindən də görüşdüm. Ad günümü qeyd eləmək üçün və biz oturduq, pizza yedik. Pizza da çox ləzzətli idi. Mən düzü çox da pizza yeyə bilmədim. Hərəsindən bir dilim yedim çünki səhər zavtrakda elə yeməkləri bol-bol yediyim üçün doydum. Həm də ki mən diyetdə idim və hal-hazırda da diyetim davam edir. Növbəti günü isə burada sizə hədiyyəmin konstruksiyasını göstərirəm. Çalışırdım ki, işdə boş vaxt tapdıqca bunu hədiyyəni hazırlayım və düzəldim. Əslində çətin bir şey yox idi. Mən elə bilirdim ki, çətindir və s. İlk başda biraz figurları səhv salmışdım. Ondan sonra təzədən söktüm, bir də düzəltdim və sonda məndə alındı. Sonuncu videolarım çox gözəl baxış sayıları yığdı. Mən elə düşündüm ki, videonu atacağım. Yenə də yaxşı baxış sayı yığmayacaq. Amma doğrudan da çox dəstək oldunuz və buna görə də hər birinizə özlərim minnətdarlığımı bildirirəm və yeni gələn izləyicilərimə özüm haqqında məlumat vermək istəyirəm ki, hər kəsə maraqlıdır ki, mən harda işləyirəm? Mən bank sektorunda işləyirəm. Sırf hansı bankda işlədiyimi demək istəmirəm. Hələ ki, həqiqətən də heç hazır özümü hiss eləmirəm ki, harda işləyirəm, harda qalıram və s. özümü göstərməyə də heç hazır deyiləm. Məncə belə də maraqlıdır, belə də izlənmələr gəlir. Odur ki, siz də əgər sizə maraqlı olan suallarınız varsa, mütləq rəylərdə bildirərsiniz və bu da konstruksiyanın, yəni mənim hədiyyəmin son halı mən çox bəyəndim. Adet vaxtımdır. Keçən dəfə dondurularaq qurudulmuş meyvələr almışdım. Çox da bəyənməmişdim, supermarketdən aldım. İndi isə ikinci şans verirəm, adi çərəz falan satılan yerlərdən aldım. Supermarketdə aldığım dadsızı idi. Bu ləzzətlidir, çox bəyəndim. Baxın, burada hər çeşidindən daha çoxdur. 5 manatlıq aldım. İndi yeyə gedirəm. Çox ləzzətlidir. Əsasən də çiyələk növü. Belə görsənir. Hal-hazırda həftə içidir, məzuniyyətdə deyiləm. 4 saatlıq icazə olur. Ayda 2 dəfə 8 saat, yəni 4 saat icazə alıb keçmək olar. Mən işlərimi həll elədim, masan xidmətə getdim və indi gəlmişəm gəzə-gəzə. Çıxmışam bulvarın yanına, Crystal Hall'un yanındayım. Crystal Hall idi, neydi? Yox. Crescent Mall. Neysə, özümə rahat marketdən nə aldım? 4 manat 54 qəpiyə. Bundan aldım, bunun kilokunu artıq şeydir. Cırdım, bu diyetik bir şeydir. Bir də su. Heç kəs də yoxdur. Oturmuşam tək, qəşəng hava, isti-isti, qəşəng, çox gözəl hava var. Mən də qalın geymişəm, amma eybi yox. Oturmuşam və qəşəngcənə diyetik yeməyimi yiyəcəm. Bu arada diyetdəyim. Saat 4-də işləyib və ondan sonra heç nə yeməyəcəm. Gəldim, indi də bulvardayım. Götürmüşəm, bunların hamısını yemədim. Nasız, elə istəyirəm, arıqlıyım. Belə bulvarı gəzirəm. İstifadə edirəm səmərəli vaxtımı. Evə qalxıb, yəni evə gedib yatmaq, yeyib yatmaq istəmədim. Ona görə dedim, çoxlu gəzim. Gəzə-gəzə buralara gəldim, çıxdım. İndi 6-cı günüdür və mən çıxıb gəzəcəm və sizlərə bu sepi göstərmədən getmək istəmirəm. O qədər bəyəndim ki, bunu həqiqətən də belə bir sep istirdim alım. Sadəcə insan özünə almır axı. Amma bunu çox bəyəndim və sevərək taxıram. Təşəkkür edirəm bir daha rəfiqəm, canım, mən çox bəyəndim bunu və baxın. Yəni mənim səyahəti sevdiyimi bilir və sevdiyim bir hədiyyəni düşünüb almağı ayrıca bir gözəl bir hissdir. Çox sağ ol bir daha. Yəni bu sevi sevərək taxıram. Bir daha çox sağ ol. Hədiyyələrdən danışmışkən, gəlin sizə bacımın mənə hədiyyə elədiyi məhsulları da sizə tərifləyim. Əslində göstərmişdim. Bir neçə dəqiqə bundan əvvəlki videoda görmüşdünüz. Deməli, belə bir saç spreyi. Bunu artıq istifadə eləmişəm və çox bəyənmişəm. Rozmanda satılır. İSANA məhsuludur. Saça həm gözəl bir qoxu bəxş edir, həm də ki qoruyur və nəmləndirir, yumuşaldır. Və belə bir gözaltı. Bunu da çox bəyənirəm. Artıq ikinci dəfədir ki istifadə edirəm. Almağı düşünürdüm. Bacım mənə hədiyyə elədi. Çox sağ olsun. Bunları da çox bəyənirəm. Hələ ki hədiyyələrdən bunlar istifadə eləmişəm. Yerə düşdü. Neyse, mən gedim hazırlaşım. Çıxıb gəzmək istəyirəm. Hava möhtəşəmdir. 6-cı gündür. Belə.
deməli çıxdım gəzməyə və özümə sirap su aldım. 2 gündür ki düşünürəm sok alım, amma sonra deyirəm yox, su al, su içsə bile. Mən bir də bundan aldım. Bu da çox ləzzətlidir, həm də dietikdir. Yenə gəldim Crescent Mall-a. Gedək, biraz oranı gezək. Yolu gəzirəm. Bilmirəm, bəlkə hansı kafeyə getdim, mağazalara, amma getməyəcəm. Crescent Mall-u gəzdikdə ürəyim yaman şirniyyat çəkdi və düşündüm ki, çoxdan da getmək istədiyim bir yer var idi. Orada belə bir şirniyyat var idi. Dadına baxmaq istəyirdim. Əslində görünüşcə çox ləzzətli görsənirdi, amma dadı sıfır idi. İçərisi biraz maraqlı idi, dadı fərqli idi, amma mənim ağız dadıma heç uyğun gəlmədi. Servex haqqı da var idi. Öz qiyməti 13 manat idi.